Bismillahirrahmanirrahim. Selamun aleyküm və rəhmətullah. Allah gələn günlərinizi xeyirli eləsin, əzizlər. Dualarınız, ibadət, itaətləriniz qəbul olsun. Hər gün olduğu kimi bugün də xidmətinizdə inşallah. Suallarınızı yazarsınız inşallah. Mən sözü vermək istəyirəm Hacı Ramil Bədəlov, əziz ruhani alim, ilahiyyatçı alim sizinlə salamlaşsın. Hacı, buyurun, söz sizindir. Salam aleyküm Oktay müəllim, xoş gördüm sizi. Allahın nəzərində olasınız daim. Sağ olasın. Və izləyicilərimizi salamlayıram. Allah bu anlarda etdiyiniz dualarınızı qəbul eləsin. Amin. Allah öz nəzərində sizləri saxlasın inşallah. Çox sağ olasınız Hacı. Allah razı olsun. Allah sizə güc qüvvət versin. Bəli, mövzunu eşidək inşallah. Mövzumuzu başlayaq Allahın lütfü ilə. Bizə kömək olsun Allahımız. Mən bu ayənin İstəyirəm biraz da geniş danışım ki, bu ayə çox kilidi ayədir Oktay müəllim. Yəni çox mühüm ayədir, Əhl-i Beytlə bağlı. Ona görə diqqətlə qulaq asın bu mövzulara, düşünün bu mövzular haqqında, fikirləşin. Və ikinci artıq gecəmizdir ki, bu mövzunu davam edirəm. Ayə belədir ki, Maidə 55 Əuzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. İnnemâ veliyyukumullah ve rasuluh vellezîne âmenullezîne yuqîmûnesselâte ve yu'tûnezzekât ve hum râkiûn. Sizin vəliyiniz Allahdır və Peyğəmbərdir və möminlərdir. O möminlər ki, namazda rükû halında zəkat verirlər. Hələ ki, ayə bu və dünən neçə dənə mövzuya toxunduq və mən davam edirəm və suallar verdim sizə. Xahiş edən bu suallar haqqında düşünün. Ümid edirəm düşündünüz. Düşünmüsünüzsə də çox sağ olun. İndi amma düşünməmişsə qulaq asın, eybi yoxdur. Hər halda hər biriniz qulaq asın. Dünənki söhbətlərimizdə biz Əhl-i Sünnə kitablarından çıxarışlar elədik ki, bu ayə Həzrəti Əli əleyhissalam haqqındadır. Neçə dənə Əhl-i Sünnə mənbəsindən biz çıxarış elədik bunu. Yəni, o həddədir mövzu ki, Şiə mənbəsinə icma həddindədir. Əhl-i Sünnədə məşhur nəzəriyyədir ki, belə ki, bir nəfər fəqir daxil olur məscidə, kömək istəyir, heç kəs kömək eləmir, sonra əlini qaldırıb şikayət edir ki, Peyğəmbər məscidində heç bir müsəlman mənim əlimdən tutmadı. Elə o an Əmirül-Müminin namazda rükû halında işarə edir barmağını və o gəlir, üzüyü götürür. Bu belə bir ayədir. Bu, Əli əleyhissalam haqqında nazil olub. Bu bizim sözümüz deyil, İslam dünyasının sözüdür. Yalnız yəni demək istəyirəm bir məzhəbin deyəcəyi fikir deyil. Yaxşı. Amma təəssüf ki, bu qədər sənəd, mənbə olduğu təqdirdə, məsələn, İbn Teymiyyə deyir ki, Minhacus Sünnə kitabında, İbn Teymiyyə deyir, Minhacus Sünnə kitabında ki, belə bir fikir deyir. O belə iddia edir ki, hədis və təfsir alimləri icma ediblər ki, bu ayənin Əli əleyhissalam haqda olduğunu söyləyən hekayələr uydurmadır. Allah. Özü, məsələ bir var, bu deyə mən deyirəm, mən demirəm, İbn Teymiyyə deyir. Mən sizə deyirəm ki, Əhl-i Sünnə müfəssirləri deyir, o deyir ha. Əhl-i Sünnə müfəssirləri, Əhl-i Sünnə mühəddisləri, hədis nəql edənlər və yaxud təfsir alimləri deyir, mən deyirəm sizə ki, icma ediblər ki, bu mövzu uydurmadır. Belə bir hadisə baş verməyib. Yəni, Əli əleyhissalam rükuda dediyinə görə zəkat verməyib. Bu boyda mənbədən sonra. Mən məcbur oldum ki, o nə qədər mövzular var idi, mən məcbur oldum ki, buna da cavab verim də. Yəni, həyfərdən təəssüf edirəm ki, verməsəydə qalar da, bu sual qala bilər zəhinlərdə. Amma qoy cavab verim sizə. İcma deyir, axı ediblər. İcma nədir? İcma budur ki, bir mövzuda bütün alimlərin istisnasız olaraq yekdil fikrə sahib olması. Bu deyir ki, Əhl-i Sünnə alimləri icma edib ki, belə bir mövzu yoxdur, uydurmadır. Doğrudan mı icma ediblər? Ya bir müraciət edək Əhl-i Sünnə mənbəsinə. Yaxşı olar, müraciət edək. Birinci mən müraciət edirəm, baxa görək, Əhl-i Sünnə alimləri icma edib, icma eləməyib. Bu mövzuda ki, uydurmadır. İlk öncə Əhl-i Sünnə mühəddislərinin fikrini istəyirəm söyləyim sizə. Mühəddis kimi deyirlər? Hədis nəql eləyənə. Görək, Əhl-i Sünnə mühəddislər nə deyir bu ayə haqqında? Alusi, yəni ki, eşitmişsiniz siz. Alusi məşhur alimdir. Yaxşı.
Əhl-i Sünnə alimidir. Ruhul Məani belə bir əsəri var. Cild 6 səhifə 186. Səhifə 186. Nə deyir? Deyir vel ayə ində mu'zamil muhaddisin nəzələt fi Aliyyin kərrəməllahu vəcəhə. Deyir bu ayə nazil olub Əmirül Möminin haqqında, əleyhissalam haqqında, kərrəməllahu vəcəhə. Özü deyir, mühəddislərin əksəriyyəti bunu deyir. İndə mu'zamil muhaddisin, mühəddislər, hədis nəql edənlərin çox qismi deyir ki, bu ayə nazil olub Əmirül Möminin haqqında, yəni rükû halında zəkat verdi. Yaxşı, bəs istəyirdim, mühəddislər icma ediblər. Alusu ki, Əhl-i Sünnə alimidir. O deyir, mühəddislərin çoxsu deyir ki, bu əleyhissalam haqqında nazil olub. Bu bir. 2. Deməli, İbn Teymiyyə dediyi kimi deyil. Mühəddislər belə icma eləmir. Alusinin, Əhl-i Sünnə alimlərin fikrinə əsasən. Yaxşı. Davam edirəm. Əhl-i Sünnə, mən dedim, mühəddislər. Düz? İndi keçirəm müfəssirlərə. Əhl-i Sünnənin müfəssirləri. Müfəssir kimi deyirlər. Quranı təfsir edənlərə. Görək, Əhl-i Sünnə müfəssirləri nə deyib? Bir ona da bir baxaq. Abdülkerim Yunus Əl-Xatib. Bir alimdir, Əhl-i Sünnə alimidir. Təfsirul Qur'an lil-Qur'an. Təfsirul Qur'ani lil-Qur'an. Cild 3, səhifə 1124. Orijinaldan oxuyuram. Vaqad zəhəbə kəthirun minəl müfəssirinə ilə ənə qavləhu təala muradun bih Ali ibn Abi Talib kərrəməllahu vəcəhə. Deyir ki, çoxlu, kəsirun minəl müfəssirin, kəsir, çoxlu müfəssirlər, təfsir alimləri, yəni Əhl-i Sünnənin çoxlu təfsir alimləri deyiblər ki, buyurublar ki, belə söyləyiblər ki, bu ayə ənnə qavləhu təala hansı ayə innəmə vəlikumullah və rasuluhu vəllezine amenullezine yuqimunəs-salata və yu'tunəz-zəkata və hum rakiun. Bu ayə Maidə 55, orada məqsəd muradun bih Ali ibn Abi Talib kərrəməllahu vəcəhə. Əleyhissalamdır. Yaxşı, bəs istəyirsən çoxlu mühəddislər yox edirsən, icma eləyib nəql eləyənlər, yəni müfəssirlər və mühəddislər. Bəs Əhl-i Sünnə alimi deyir, nə qədər müfəssir deyib ki, bu Əlidir. Bu 2. Hətta başqa söz deyirəm sizə. Bu daha fərqli bir sözdür. Bəzi Əhl-i Sünnə alimləri bu ayə istinad edib əleyhissalamla bağlı olduğuna istinad edib fətva veriblər. Nə o deyirəm sizə? Sələfi alimidir. Məhəmməd ibn Muhammed Əl-Muxtar Şinqiti. Yəni, Əhl-i Sələfi alimidir. Şərhu Zadil Mustaqni. Belə bir əsərində. 72-ci dərs. Həmən kitabda. Səhifə 8-də. Görün nə fətva deyir. Raxxəsə ba'dul uləmə fi sualis sail fil məscid. Fihi hadisu Aliyyin el-məşhur ennəhu a'ta sailən yəsəlu fil məscidi və huvə raki' fəənzəlallah el-ayə ayəni deyir. Ondan sonra deyir fəusniyə aleyhi tərcümə edeyim. Deyir ki, alimlər icazə verdilər, fətva verdilər ki, yəni onlar rəxxəsə, yəni icazə verdilər. Fətva verdilər ki, onlar nə olar? Fi sualis sail. Yəni, bir dilənçi gəlib məsciddə əlini açıb nəsə istəyə bilər. Hardan çıxarış elədilər? Dedilər, bir hədis var, bir mövzu var. Hansı mövzudur? Əleyhissalam mövzusudur. Hardadır o mövzu? Quran-ı Kərimdədir. Ki, məscidə bir nəfər daxil oldu və huvə rakiun. Əmirül Möminin rükuda idi və zəkat verdi. Fəənzəlallah əl-ayə. Allah da ayə nazillədi. Ayəni oxuyur. Bu ayə Maidə 55 innəmə vəlikumullah ayəsini oxudu. Sonra deyir fəusniyə aleyhi. Allah bu ayədə əlini səna elədi, tərif elədi. Qardaş, birincisi, mühəddislər belə bir icma eləməyib. Əhl-i Sünnə mənbəsinin əsası. İkinci, müfəssirlər, təfsir alimlər belə icma eləməyib. Əhl-i Sünnə mənbəsinin əsası. Üçüncü, hətta fətva veriblər. Dedim mi, Əhl-i Sünnə alimidir. Fətva veriblər, bu ayədən çıxarış ediblər ki, çünki Əli rüku halında belə bir iş görüb, ona görə onlar bir nəfər dilənçi girib məsciddə
Necə istəsin. Bu oradan çıxarışın deyirəm. Fətva veriblər. İndi sizə hətta konkret əhl-i sünnə alimlə adını çəkirəm ki, nəinki bu hədisi nəql ediblər ha. Deyiblər bu ələ əleyhissalam haqqındadır və hadisə belədir. Bir var nəql edib deyib mən qəbul etmirəm. Deyib bilsən nə var? Qəbul edirəm. Məsələn, bir Suyuti dünən dedim onun mənbəsini. Baxsınlar inşallah dünənki verişə. 2 Muhammed Hənəfi Həskəfi. Əhl-i sünnə alimidir. Durrul Muxtar səhifə 666. İbnül Fərs Əndəlusi Əhkamul Qur'an belə bir kitabı var. Cild 2 səhifə 447. 3. 4-cü Şeyx Nimətullah İbn Mahmud Fəvatihul İlahiyyə və Məfatihul Qeybiyyə səhifə 197. Deməli İbn Teymiyyə ki deyir, icma eləyib əhl-i sünnənin nəql eləyənləri, yəni mühəddislər, müfəssirlər ki, bu uydurmadır. Axı, əhl-i sünnə alimləri belə icma eləməyib. Məsələ belədir. Deməli, nə nəticə alırıq? İbn Teymiyyə bir söz deyəndə araşdırın. Vəhidir ki, Quran ayəsidir ki sözü. Araşdırın. Görsən deyir belədir, amma Alusi deyir belədir. Suyuti deyir belədir. Nə qədər alimdir, belə deyil. O deyir icma belədir. Bunlar deyir bu belədir. Deməli, əgər belə deyilsə, otur araşdır. Araşdırmağa deyir. O deməklə deyil ki, məsələ. Quran ayəsi deyil ki, məsələ. Deməli, bu bir irad. İstədim İbn Teymiyyənin iradına cavab verək. Yaxşı. Davam edək. Buyurun, buyurun. İndi ki 100% anladıq ki, bu ayə Əmirül Mömin haqqında nazil olub. Yaxşı. İndi bir neçə dənə sual var və bir də şübhə atıblar yenə də. Təəssüf olsun. Dünən sizə dedim də, deyiblər Əli idi, amma sonradan bəziləri qəbul eləməyib, bəziləri yozu, bəziləri şübhə atıb. O şübhələrdən biri nədir? Namaz halında zəkat vermək, əlavə bir dənə hərəkətdir. Namazda daha xələl gətirir əlavə hərəkət. Necə olur Əli əleyhissalam namazda hərəkət elədi, rükuda zəkat verdi. Axı, bu artıq hərəkət namazı pozmaz. Cavab. Hər hərəkət namazı pozmaz. Bu həm şiə məzhəbindədir, həm əhl-i sünnə. Statın deyəcəm. Şərii cəhətdən namazı pozan əməl gələk kəsrətül əməl deyirlər. Çox bir əməl olsun. İndi o fiqdə bəhsi var onun. İndi məsələn bir əməl qolunu bir dənə belə çırmalıdır, namaz pozulmadı. İndi harada necə o sualın vara versinlər. Yaxşı. Amma daha bir dənə belə bir hərəkətlə namaz pozulmadı. Hər hərəkət namazı pozmaz ki. Kəsrətül əməl, çoxlu olsa əməl, yəni daha artıq əsli o qədər hərəkət edəcək, namaz onda pozular. Yaxşı. İndi Səhi Buxaridən bir dəstə hədis istəyirəm. Siz Allah buna baxın. Səhi Buxaridə belə deyək. 1505 səhifə. 18-ci bab hədis 5996. Konkret deyirəm ki, baxsınlar. Əbu Qutadə belə nəqd edir. Xaracə aleynə nəbiyyun, peyğəmbər gəldi və Umamə bintu Əbil As alə atiqihi. Umamə bir qız uşağıdır. O çiynində idi, yəni belə deyə tutmuşdu, qucağında tutaq ki. Keçdi, namaz qıldı. Namaz qıldı o halda qucağında Umamə. Fə izə rakiyə və da'aha, rükuya gedəndə uşağı qoydu yerə. Fə izə rafa'aha, rükudan qalxanda uşağı götürdü. Bu əlavə bir şeydir də, hərəkətdir də bunlar. Bu Buxarıdadır. Necə oldu? Peyğəmbər o uşağı qoydu, o uşağı götürdü. Bu hərəkətlər namazı pozmadı. Əmrül Möminin bir dənə belə işarə eləməklə namaz pozuldu. Hə? Nə oldu? Orada pozulmadı, burada pozuldu. Sən deyirsən ki, pozulmur burada. Deməli, o namaz pozulmuyor bu hərəkətlə. Bu bir cavab. İkinci, bəzilər deyir ki, yaxşı. Bəzilər deyir ki, iddialı ki, Əli namazda olduğu təqdirdə xuşu ilə namaz qılarkən, xuşu yəni nədir? Qəlbin diqqəti. Necə olur ki, diqqəti yayınır? Yaxşı. Bir növ belə təhlillərdə Əmirül Möminin diqqəti yayınır. Onun bu hadisə axı diqqətin yayındırdı. Namazdan sanki çıxır, fikri yayınır. Bu necə ola bilər? Əli ki, namazı xuşu ilə qılırdı. Birinci ələ cavab odur. Necə oldu Peyğəmbərin diqqəti yayınmadı bu hərəkət eləyəndə? Orada necə oldu yayınmadı? Burada da elə oldu yayınmadı. Orada nə cavab verirsən? Burada da cavab odur. Hələ o qalsın öz yerində. Cavabı başqadır mənim.
İlk öncə, qardaşım, bacım, xuşu halı nəyə deyirlər? Qəlbin diqqəti olsun Allaha. Kamil insan nəinki namazda xuşu halındadır. Ömrü xuşuda keçir. Onu heç nə Allahdan diqqətin yayındıra bilməz. O təkcə namazda xuşuda olmur. Yemək yeyəndə də diqqəti qəlbdir. Diqqəti o nöqtədədir, Allahdadır. Heç nə onu Allahdan ayıra bilmir. Vücudlarını təhvil veriblər Allah. Olan canını Allaha veriblər. Onlar dostlarına söhbət edən diqqət Allahdan yayınmır. Çünki mərifət tapıblar Allaha. Allahı tapıblar həyatında. Kamil insan xüsusiyyəti budur. Allah Quranda buyurur: "Əlləzinəhum fi salatihim xaşiyun." Daim onlar namazda xuşudadılar. O bir sayədə deyir: "Əlləzinəhum əla salatihim daimun." Daim namazdadılar. Bu özü bir mesajdır ki, onların bütün həyatı namazdan ibarətdir. Hansı mənada namazdan? Yəni bütün gün namaz qılmır ki. Yəni bütün halları üns billahdır, Allahla ünsiyyətdir. Allahla rabitədir və Allahın rabitədə olduğuna görə bütün halları xuşudur. Xuşudan məqsəd burada yalnız bədənin fərəqətindən söhbət gedir, ona xuzu deyirlər. Bədənin hər iki sakit belə dayanmasına xuzu deyirlər. Ruhun Allaha təmərküzləşməsinə xuşu deyirlər. Xuzu budur, bədənin fərəqəti, xuşu ruhun fərəqətinə deyirlər. Ruhun fərəqəti budur ki, səni heç nə Allahdan ala bilmir, Allahdan ayıra bilmir. Allahla sana hər an, yemək yeyəndə də belə, yatanda da belə. Peyğəmbər deyir: "Yanamu eynay və la tenamu qəlbi." Gözüm yumulur, qəlbim oyaqdır. Qəlbim həmişə ondan ünsiyyətdədir. Mən qafil deyirəm. Mən yuxumda da ondan ünsiyyətdəyəm. Kamil insan hər halı xuşudadır. Diqqəti heç vaxt yayınmır. Onlar heç adi həyatlarında heç kəs onu ala bilməyib, Allahdan qopara bilməyib. O ki, qaldı namazda kimsə onun xuşusuna xələl gətirsin. Bu bir cavab. Davam edirəm amma ya. Yaxşı. Namazda, rükû halında zəkat verməyə gəlincə. O, Əmirül-Möminin ibadət içində ibadət edirdi. Zəkat da ibadətdir, namaz da ibadətdir. Əmirül-Möminin ibadət içində ibadət edirdi. Əmirül-Möminin orada şəxsi bir dənə işini icra eləmirdi ki, Əmirül-Mömin orada dünyavi bir məşğuliyyəti yox idi ki, əksinə orada ilahi bir rizayət var idi, Allahın razılığı var idi. O, Əmirül-Möminin ibadətdə ilişib qalmamışdı ki, o Allaha aşiq idi. Onun üçün mühüm olan namazdan zövq almaq deyil ki, onun üçün mühüm olan ilahi rizayəti qazanmaq və onu icra eləməkdir. Əmirül-Möminin ibadətdə olan zövqdə məsud olmamışdı ki, o zövqün əbdi deyildi ki, o Allahın əbdi idi. O əbdü-zövq deyil ki, əbdullahdır. O abiddir, o əbddir. O təkcə ibadət deyil onun üçün mühüm. Onun üçün mühüm onun istəyidir. O məndən nə istəyir? Onu məndən istə, ya Rəbbəl aləmin. Ona görə rükuda zəkat vermək əlinin əzəmətidir. Nəinki kiçikliyidir. İbadət içində ibadət eləməkdir. Bir dənə ayə deyim. Ayədir bu. Fənadəthul məlaikə. Zəkəriyyə namaz qılır. Ayə baxın. Fənadəthul məlaikə. Məlaikə gəldi. Və fəhuvə qaim. Yusəlli fil mehrab. Ayə belədir. O deyir, namazda qiyam halındaydı, mehrabdaydı. Kim? Zəkəriyyə. Məlaikə gəldi. Namaz qılır. Ənəllaha yubəşşirukə bi Yəhya. Namaz qıla-qıla mələk gəldi. Yəhya ilə səni müjdə edirik. Allahın sənə müjdəsi var. Danışır. İndi Zəkəriyyə xuşusunu itirdi. Xuşu halı getdi. Yaxşı. Allah hələ gözləyərdi namazdan sonra olardı da. Namaz bitərdi də. Niyə tələsdi? Niyə fikrin dağıdır? Belə deyə bilərsən. Allah indi fikrini dağıtdı Zəkəriyanın. Xuşusu itdi. Mələk gəldi. Xəbər gətirdi. Mələk nədir? Allahın elçisidir. Hədisdə var miskin Rasulullah. O miskin, fəqir Allahın elçisidir. O da gəlir qapıya. Bir gün mələk kimi gəlir, bir gün bir dəfə fəqir kimi gəlir. Burada o namazla bu namazın fərqi nədir? Zəkəriyanın namazı ilə Əmirül-Möminin namazının burada bir fərqi var.
Orada Allah Yəhyanı Zəkəriyaya verir, burada Əmirül-Möminin verir. Fərqi nədir? Orada Zəkəriya neyi salır, burada Əmirül-Mömin nəsə verir. Necə Zəkəriyanın xuşusuna xələl gəlmir, Əmirül-Mömin də xuşusuna xələl gəlmir. Necə o diqqətin yayındıra bilmir, bu da diqqətin yayındıra bilmir. Burada deyə bilmərsən niyə Allah tələsdi? Orada elə Allahın istəyi o idi. Bəzədi, axı niyə əli tələsdi? Sonra rükudan sonra verərdi də. Namazı bitirərdi, sonra verərdi. Cavab budur ki, Əmirül-Möminin namazdadır, rükudadır. Gəlib yazıq fəqir istəyir. Heç kəs heç nə vermir. Əmirül-Möminin deyir, verən yoxdur, şikayət edir. Müsəlmanlardan artıq şikayət edir. Dinə sanki xələl gəlir. Əmirül-Möminin imkan verməz ki, ona dinə ziyan gəlsin, xələl gəlsin. Namazın rükusunda işarəyə götür bunu. Bir də ki, yaxşı işə tələsmək, yerində tələsmək Allahın göstərişidir. Allah Quranda buyurur, "Ulaikə yusari'una fil xeyrat." Mənim bəzi bəndələrim var, yusari'una, sürət kəlməsindən götürülüb. Tələsirlər xeyr əməldə. Və hum laha sabiqun. Onlar sibqət eləyənlərdir. Öndə olanlardır. Tələsirlər xeyr işə. Onlar sibqət eləyənlərdir. Tanış gəldi ayə sənə. Və sabiqunə sabiqun. Ulaikəl müqərrəbun. Əli çünki müqərrəbdir. Allaha yaxınlaşır. Oradan baxır, görür bu aləmi. Peyğəmbər deyir, Meyraca qalxanda, yuxarıdan aşağı baxanda Əlini gördüm ki, Əli necə baxır səmaya. Onlar bu mənada, onları heç nə məşğul eləyə bilməz ki. Bu Əmirül-Mömin əzəmətidir ki, o anda da ibadət içində ibadət edir. Bu Allahın tapşırığıdır. Allah da özü də danlamadı Əmirül-Möminin, bəhbəh dedi. Dedi, mən Allah gör, ayə necə gəldi? Əziz Allahımız buyurdu ki, sizin innəmə vəliyukumullah və rəsuluhu vəlləzinə amenullezina yuqimunəs-salata və yu'tunəz-zəkata və hum rakiun. Allah tərif elədi bunu. Dedi, əhsən sən rükuda zəkat verdiyinə görə, əhsən sibqət elədiyinə görə, əhsən ibadətdə ilişib qalmadığına görə, əhsən əbd olduğuna görə, sən abid yox, əbdsən. Sən heç ibadətdən mühüm onun istəyidir. O an səndən o nə istəyir, onu edirsən. Sən ibadətdə məst olub ilahi öhdəlikləri ondan bəndə deyilsən. Sən zövqün qulu deyilsən, sən Əbdullahsan. Bu sənin əzəmətindir, Əmirül-Möminin, Əlican. Sən böyüklüyündür. Başa düşürsünüz? Adam bəzi vaxtlar bir dənə dua oxuyur, ilişib qalıb duada, oradan biri çağırır, atası, anası ora getməlidir, çıxa bilmir duadan. Amma Allah deyir, orada çıx, ona cavab verir o duadan. O çıxa bilmir. Niyə? Çünki ibadətə aşiqdir. Əli Allaha aşiqdir. Mən yəşir nəfsəh ibtiqa əmərzatillahdır. O canını ona verib. O nə istəyir, onu istəyirəm mən. Mənim özümün istəyi yoxdur ki. Fənafillahdır. İstəkləri bitib. O nə istəsə, onu istəyir. Necə ki, Peyğəmbər belədir. Ona görə sözü yoxdur ki, öz sözü. Və mə yəntuqu ənil həva in huvə illa vəhyün yuha. Onun sözü Allahın sözüdür. İn əttəbiyu illa ma yuhə iley. Onun əməlləri ilahi vəhyə söykənib. Onun əxlaqı əzəmətdən başqa bir şey deyil. Bunun öz yoxdur ki, burada öz bitib. Onu axtarır həyatında. Onun rizayətini axtarır həyatda. Ona görə bu Əmirül-Mömin əzəmətidir. Böyüklüyüdür. Nəinki kiçikliyi. Digər mühüm sual. Qoy buna deyim. Deyin hacı, deyin. Baxın, bir dənə də sual bu da iradlardan biri. Deyirsiniz ki, innəmə vəliyukumullah və rasuluhu vəllədinə amenu. Sizin vəliyiniz Allah, Peyğəmbər, sonra deyir, o rükuda zəkat verən. Deyir, necə olur ki, bir anda 2 dənə vəli olur? Həm Peyğəmbər, həm o Əli əleyhissalam. Necə ola bilər? Bir zamanda 2 dənə, nə? Vəli. Cavab. Baxın, cavabını Quranla verəcəm. Burada Əmirül-Möminin də vəlidir, vəliyullahdır. Peyğəmbər də vəlidir, vəliyullahdır. Burada Əmirül-Möminin potensial vəlidir. Yəni, Peyğəmbərdən sonra olacaq. Vəli burada bir var Allaha yaxınlıq mənasında, o mənada onda da vəlidir. Allahın vəliyullahdır. Onun söhbət yoxdur ki, ictimai rəhbər ünvanında. Yaxşı, ictimai rəhbər ünvanında Əli potensial vəlidir. İxtiyar sahibidir.
rəhbərdir. Peyğəmbər də keçəcək. Ona görə demək olar ona vəliyullah. Elə Peyğəmbərin zamanında. Hardan çıxarışırsan? Qurandan bir dənə ayə deyirəm sizə. Zəkəriya nə deyir sağlığında? Fəhəbli millədunkə vəliyyən. Allah mənə vəli ver. Yərisuni, mənim varisim olsun. Kim istəyirdi? Yəhyanı. Yəhyanı verdi Allah ona yoxsa yox? Verdi. Vəli idi yoxsa yox? Quran deyir vəli idi Yəhya. Necə olur Zəkəriya, Yəhya eyni zamanda ikisinə də vəli deyir Quran-ı Kərim. Peyğəmbər Əmirül-Möminə ikisinə vəli demək olmaz. Ayənin davamında deyir, o vəli idi, yərisuni. Məndən sonra varisdir. Peyğəmbər deyir, mənim varisim Əlidir. Bu ayə, ona görə iradın yeri yoxdur. Ayə özü cavab verib, ayə Əmirül-Möminə şübhəyə qoymayıb qalsın. Qurban olduq. Quran bir-birinə necə danışır? Ayələr bir-birinə necə gözəl danışır? Necə o vəli idi, bu da vəli idi. O ola bilir, bu ola bilməz. Bu da bir məsələ. Bir dənə də bir incə məqam deyirəm sizə, düşünməyə dəyər. Mən şəxsən çox zövq aldım bu ayə haqqında. Allah deyir, innəmə vəliyyukumullah. Sizin vəliyiniz kimdir? Allah, Peyğəmbər, bir də o zəkat verən. Vəli təkdə işlənib. Cəmi nədir? Övliya. Allah demir, innəmə övliyaukum. Sizin övliyavuz, övliyalarınız. Deyir, sizin vəliyiniz. Bu nə deməkdir? Bu o deməkdir ki, vəliyimiz Allahdır. Bu iki dənə vəli o vəlinin yer üzündə məzhəridir. O vəlinin aynasıdır. Yəni, bu onu göstərir ki, bir halda ki, bu iki dənə vəli onun aynasıdır. Təxəlləqu bi əxlaqillah, Allah əxlaqı ilə əxlaqlanıblar. Yəni, Allah adları bunlarda təcəlli eləyib. Yəni, yer üzündə Allahın adlarının məzhəridirlər. Yəni, o vəlinin məzhəridirlər. Yəni, bu vəliyə baxsan, o vəlini görərsən. Buna baxsan, onu taparsan. Bu vəli onu göstərir bizə. Bunun mənası budur ki, vəliyullah imam bu məqamdadır. Yəni, o bir nəfər dura deyə, mən vəliyəm ola bilməz. İnsanlar yığışıb onu təyin edə bilməz. O vəliyini seçən də Allahdır, təyin edən də Allahdır. Ona görə Quran-ı Kərim deyir, inni cailukə linnası imamən. İmamı mən təyin eləməliyəm. Bu posta daxil olmuyor. İnni cailukə. Bunu mən eləyəcəm. Bu süzdük deyil. Çünki o vəliyullahdır. O vəliyullahı mən tanıyıram, məzhərimi mən tanıyıram, xəlifətullahı mən tanıyıram, o kamil insanı mən tanıyıram, o məsum insanı mən tanıyıram. Girməyin mövzuya. Qatıb qatışdırarsınız siz. Bu sıradan bir adam deyil. Mən demirəm sizə, innəmə vəliyyukumul, əvliyaukumullah, sizin vəliləriniz. Mən deyirəm, sizin vəliyiniz. Vəli tək gəlib, yəni bu iki vəli o vəlini göstərir. Bu Əmirül-Möminin yüksək məqamını göstərir ki, Əsmaül Husnanın yer üzündə təcəllisidir. Başa düşürsünüz, Peyğəmbər də öz yerində. Bunlar bu məqamdadır ki, neçə dəqiqədir? Mövzu bir-iki dənə qaldı. Əşhədü ənnə əliyyən vəliyullah. Hacı, minnətdarım sizə. Çox sağ olasın. Allah sizi qorusun.